paylaşmamışam. Allaha and olsun. Nə YouTube'da, nə Facebook'da, nə burada. Yəni mən onu profilimdə paylaşmamışam. Səbəbkar mən niyə ollam ki? Şimdi qalxmaq istəyirəm. 7 nəfər istə yatıb mən. Hə, gəlin görək. Mənim orada günahım var ki. Samir belə deyib, onun mən günahkar deyiləm ki. Ay salam aleyküm mənim Yamani qardaşım, necəsən? Nə oğlum, məsələ xəbərim də yoxdur dərindən, sonra deyərsən ki, nə məsələdir? 5 saat. Bu hacib cəhənnəm dəvəsini axtarır, hədisə görə, görə kimdir, cəhənnəmə çağırırlar. Salam aleykum. Aleyküm. Samir, salam aleyküm. Salam, ay Müslüm, aleyküm salam. Buyur. Ay Samir, niyə belə eləyirsən? Nə olur, nə məsələdir? Cəhənnəmə çağırırlar. Bunlar. Peyğəmbər deyib biz axtarırıq. Samir. Ay Samir. Qardaşlar, üzr istəyirəm Şerifan Müslüm ikimizdən də. Buyur. Qardaş, bir dəqiqə dayan. Bu rafizlər yaman çox istəyir sənin Samir. Papart aşağıdan sonra. Əhlüsünnədən çox istəyir. Müslüm, mən üzr istəyirəm. Bir dəqiqə dayan nədir? Mən Yamani istəyirəm sizdən. onu da deyim, mən bir Yamani. Buyur, buyur, dinən. Buyur, Səbuhi buyur, müəllimə danışın qoşulur. birinci. Buyur, dinən, qoy desinlər sözün, qarışacaq aləm bir-birinə. Döyüşün biri bir qəfdən də, ay Samir. Aşağıdakiləri at aşağı. At Kimdir, adını dinən atın da, atın. Kimdir ki, söz. Bloka. Samir, mən bilirsən nəyə soruşmaq istəyirəm, əziz qardaşım. Bax, Peyğəmbərin sözündən, düzdür, Quran ayəsi öz yerində, sözsüz ki, Peyğəmbər də zaten Allahın sözünü deyib. Peyğəmbərin sözündən o tərəfə yoxdur ki, düzdür, mənim qardaşım. Hə, yoxdur. Bax, alimlərdən heç başqa alimlər demirəm mən. Səhih Buxarilə, Səhih Müslümü deyirəm, Peyğəmbərin dilindən gələn hədisləri. Deməli, Buxaridə cild 2, səhifə 76. Həzrət Peyğəmbərdən hədis var. Ey Əli, sən məndənsən, mən də səndən. Bunu qoyduq qırağa. Ha, olsun da, orada nə var? Səhih Müslüm, yox, deyəcəm indi də, üzr istəyirəm, deyəcəm indi. Bir dənə fikrimi bitirim, sonra qulaq asın. Sonra da dalımca nasibizat dedin. Sənə deməli, nasibi deyirəm, bu din nasibi. Bana özür dedim, siz deyilsiniz, nasibisiz. Sualı verirsən, Niye qoymursan. çaşarı indi kaldırırsan? Türkü də səni də Samir. attım ki, bir sözümü deyim, sonra Tamamlayayım da fikrimi. Samir, Patriot, üzr istəyirəm qardaş, bir dənə fikrimi tamamlayayım da, üzr istəyirəm, sonra mən dinləyəcəm sizi. İkinci hədisdə, Səhih Müslüm, cild 1, səhifə 61. Deyir, əlini sevmək imandandır, düşmənçilik nifaqdan. Bunu da qoydum qırağa. Sonra Səhih Müslüm, cild 2, səhifə 360. Yo, kesmə də, qardaş, sözümü niyə bildim də, qulaq as. Mən deyim, sonra sən de. Mən deyim, qardaş, mən deyim, sonra dinləyim də səni. Yox, bir dəqiqə, tutarım sözümü bitirim. Cəfər Sadıq'da Muaviyə barəsində fəzilətlərinin sayılması barəsində hədislər gətirdim. Bitirim, sonra sən də say. Mən bitirim, sonra say da qardaş. Şeyləri oxuyaq. Əsas bunu demək istəyirəm. Yox, əsas bunu demək istəyirəm. Cəfər Sadıq'ı Qardaşım, qulaq asın. Hədisləri gətirsən. Fikrimi bitirim. Mən fikrimi bitirim, sonra sən dinən. Üçüncüdə deyir ki, Səhih Müslüm, cild 2, səhifə 360. Peyğəmbərin sözünü deyirəm, qardaş, öz sözümü demə. Mən də Ərbadan sənə, Peyğəmbərin sözünü deyirəm. Sənə İmam Cəfər Sadıq'dan Muaviyyənin fəzilətləri barədə hədisləri gətirsən, qəbul edəcəksənsə oxu. Bax, Əziz qardaşım, Əhl-i-Sünnədə deyilir ki, Əhl-i-Sünnə əqidəsində Əhl-i Beyti sevmək imandandır. Amma Şiə əqidəsində Muaviyyəni sevmək imandandır məsələsi yoxdur. İmandan deyil Əhl-i Beyti sevmək. İndi Patriot, Peyğəmbərin zövcələri gedir orada qardaşlar. Gör indi əziz qardaşım, Peyğəmbər nə deyir? Deyir, əlini sevəni sev. Zövcələrini ağzınıza gələk. Necəmirsiniz Əhl-i Beyti? Deyənə Allah lənət eləsin. Bir kişinin xanımı haqqında heç Peyğəmbər xanımı olmasa belə, Patriot, heç Peyğəmbər xanımı olmasa belə
kişi xanımın haqqında danışmaz. Mən bunu öz payıma deyirəm. Yox, sən mənə şər atmaza bir qulaq as. Eləməyək də belə. Üçüncüdə deyir ki, Samir, bax Peyğəmbər tapşırır, əlini sevəni sev. Ay Samir, bunu sal aşağı. Samir, bunu Bir sal dəqiqə aramızda aşağı. danışın, haqq yolu. Sonra səndən Onsuz da bunu sal aşağı. Tamam, Onsuz da tamam, bunu. tamam əziz qardaş. Onsuz da bunun. Bildim. Səndən heç bir bağı yoxdur. İnan ki, bu Maviyəni sən sevməsən belə, bu sevsə belə, bu sən nəqidəvə batil deyən adamdır. Yəni zehniyyətində sən nəqidəvə batil görən adamdır. Sal aşağı onlara kişi. Onlara yüz verməyi. Olsa onlar bir dənə o Muaviyə məsələsindən sən onlarla razısan. Hamısı bayaqda nəhsən. Sana çıkıp diyecekler ki Sami bilirsen de Osman hakkında filan tarih kitabı böyle yazılır. Alayı. Mecbur olup yiyeceksen. Bak sen değilim. Deyiblər, cavab da vermişəm. Onu istəmirəm. Bax, bu hədisdən kənara çıxmayaq. Burada cəhənnəm təsavvürçüləri kimdir? Ha kişi ben sana başa düştüğümde Peygamber sallallahu aleyhi ve sellem diyor ki faiz yiyen benim ümmetimden değil. Faiz yiyen Müslümanlar cehenneme değil. Ha? Bu aşağıdan Allah Emir Resulü diyor el ki başka hepsinde faiz yiyen bizim ümmetten değil. Faiz yiyen Müslümanlar cehenneme değil. bizim imamımıza Samir imamımıza dil uzatırlar. Aşağıdan bu nədir ya Samir? Emir el-Müminin Həzrəti Yeşil salamat bir uzadanlarım qardaş səssiz adla xahiş edirəm. Bir böyle şimdi Bu söyle. ay Səbuhi əsəbləşməyib bu məsələdə. Bir dənə qulaq as ki, Allah İmam Hüseyin bunları da yerindən məşhur eləsin. Özün tarix oxuyan adamsan Şirxan, ay Şirxan. Özün tarix oxuyan adamsan da, özün bilirsən. O vaxtı dövrdə Şiə ekolu, bu Əhl-i Beyt məktəb, Şiə ekolu ilə bu Əməvi ekolu deyirlər. Bu Muaviyə ekolu söhbəti var idi da. Elə deyir. Ekol var idi, elə bir şey var idi, yoxsa yox idi? Var idi. Var. Bu hədisdə danışlarda bu hədisdən danışmaq. Ay sağ ol. O hədis, ay qardaş, o hədisə qalsa, deyərəm ki, sənə deyir Əmmar, səni kim çağırdı, bilginə ki, cəhənnəmə çağırır. Hə, elə bir hədis də var. Onda o döyüşə kim çağırmışdı Əmmarı? Həzrət Əli çağırmışdı. Onda belə döyüş cəhənnəmə çağırır. Tabuğinin Günahkar bende. Senin nedir gıdıklayan adı? Ay günahkar bende. Ne seni gıdıklayır? Niyə yanımda deyil? Yanımda deyil. Mənə yazın. Bir yerdə yuxarıda görmüsən yanımdadır. Yox, mənə yazın. Yok. Laf çıktım çıkmadım. Sen niye gıdıklanırsan? Çıxır da Sabuhidir də. Sabuhi ilə aramız da pis olsa, münasibətimiz yenə pis deyil. Başa düşürsən, indi o məsələlərdə Ay var. Samir, sənə bir sual verim. Yəni bunu eləməkdə mən çıxıram. Məqsəd nədir ki? Yəni Məqsəd o ki, bax, cənnət gözəl sualdır. Müslüm, çox sağ ol, təşəkkür. Axırıncı bir gözəl sual gəldi də biz soruşasınıq. Mən də cənnətə getmək istəyirəm, cənnətə. Baxmalıyam cəhənnəm çağrışçıları kimdir, onlardan bir uzaqlaşmalıyam da mən. Elə deyil. Əhsən. Mən cəhənnəm çağır, Peyğəmbər deyir budur. Bu hədisi də aparıb Muaviyyəyə deyiblər Əmmar öləndə. Bunu sizə deyim. Aparırlar, deyirlər ki, Muaviyyəyə ki, Əmmar öldü biz tərəfdən. Bu hədislə biz oluruq bu. O nə cavab verir Muaviyyə? Ay Səbuhi cavab verdi, nə cavab verir orada? İndi cavabı sən götürmüsən, yox hədisə sən cavab verməlisən. Ay sağ deyirəm. Patriotun da cavabları vermədi. Dedi ki, Yox, cavab ver. Verirəm də cavab da. Dedi ki, Buyur. Əli öldürüb onu. Odur cəhənnəm çağırdı. Dedilər Ay sağ ol, hə, buyur. Dedilər, dedi çünki o gətirdi mizraqlarımızın qabağına. Biz də öldürdük. O gətirib deməli. Burada da bir sual çıxır ortaya. Həmzəni onda Peyğəmbər öldürüb də Uhud döyüşünə Peyğəmbər aparmışdı. Ay sağ ol. İndi çox gözəl suallar verirsən. İndi bax bir dənə məsələ var da burada indi söhbət. Ümumiyyətlə Əmmarı döyüşə çağırmışdılar, yoxsa sülhə çağırmışdılar? Danışıqlara çağırmışlar. Danışıqlara görə çağırmışlar da. Döyüşə çağırmışlar. Danışıq olmamışdı hələ. Olmamışdı. Yox, sıfben bitməmişdi. Ay qardaş, birinci danışıqda iştirak eləyib Əmmar. Ay qardaş, sən əhli sünnəsən Samir. Əlbəttə əsl. Sən bu dinivin əslidir, bu Əmmar getdi, nə bilim Muavi Əli öldü. Bu Rafizisən sən. Niyə sən qardaş kim öldürdü? Sən nə? Tarixi açıqlayır da, tarixi açıqlayır. Ömür boyu Moniz gətirirlər ki, Muaviyə Həzrət Əlini söyüb, amma nə söyüb hələ bilmirlər. Qardaş, Muaviyə bilər, Həzrət Əli bilər. Bizim üçün hələ nə söyüb bilmirlər, çağırmayıblar. Dinin əsli deyil, qardaş. Dinin əsli deyil Muaviyə Həzrət Əli. İki oğludur da qardaş, özləri bilərlər. Müslüm sual verib, bir dənə cavab verim də. Bu adam mənə axı gözəl bir sual verir. Mən axı bilməliyəm mənim dinim hardan gəlir.
Bəlkə Mərvandan gəlir mənim dinim. Bir araşdırmalıyam da. Ha sənə qədər bu cemaat bilmədiyi dini hardan gəlir? Onlara baxıram da işte deyirəm əhli sünnə. Yox, bildim, sənə qədər 1400 ildir bu cemaat dininin hardan gəldiyini bilmədi. Sən çıxdın ortalığa ki, qoy araşdırım görüm dinim hardan gəlir. Sən də ona cavab. Yaxşı. Patriot, gözəl sual. Bu da qəşəng sualdır. Ona cavab verirəm. Muaviyyədən gələn yerinə yazıblar ki, əhl-i sünnə alimləri Muaviyyə kafir olaraq ölür. Ay qardaş, əhl-i sünnə alimləri deyirsən. Əhl-i sünnət alimlərindən eləsi var ki, sən də kafir. Kim deyir qardaş? Kim deyir? Gəl görək. Sünnetin o alimlərindən ki, sən kafirsən. Əhl-i sünnə alimi yeştil qərarla deyirlər. Bax belədir Samir, özün də qəbul edirsən. Muaviyyənin tələbi haqlı, üsulu haqsız idi. Həzrət Əli iştihatda düz idi. Həzrət Əli onlara heç kim Muaviyyəni kafir elan eləməyibdi. Sən bu sözündən cavab edirsən. Müslüm doğru olaraq soruşur. Atası kafir elədiyinə balası da hökuməti verdi ki, atam səni kafir görür, ala kafirə verirəm xilafəti. Müslüm soruşur da doğru soruşur. Bir dənə icazə verin qardaşlar, xahiş edirəm Sami. Sözümü deyim də Müslüm. Bir də kəlmə deyim də Müslüm səni bir ayda izləyir, bir şey başa düşə Müslüm, ay Müslüm soruşur da. Ağzımda söz xahiş edib bir kəlmə sözü istəyirəm Müslüm, sən də oradan şey eləyirsən, bax. Əhl-i sünnənin qardaş. Alimdən danışırsansa qardaş, əhl-i sünnənin 4 məzhəb aliminin 4'ü də Yezidi imam görüb. Həm də müsəlman görüb. Sən gedib o boyda səhabə Muaviyyəyə toxunursan. Cavab verəndə Müslüm veribsə birinci qoy Müslümə cavab verim, sonra o suala keçsin. Müslüm düz deyir də mən sözü demişəmsə, dəlilini gətir qoydu ortaya. Düz deyir onu. Onun da dəlilini mən kitabları açaraq video paylaşmışam da, videolarını kitabları açmışam. Bax burada deyir ki, Muaviyyə kafir olaraq ölüb. Allah'a and içir. Əhl-i sünnənin Buxari şeyxləri. Qoymuşam, bunu göstəriblər qamətə də, filan kəsə də. İnan ki o videona 10 minə yaxın baxış var. Amma göstəriblər. Cavab yoxdur ortada. Çünki o kitabda keçir olar. Mən onu dəqiqləşdirib özü paylaşmışam. Ki bu soruşmuş ərəb dilini bilmirəm axı mən. Ərəb dilini bilənlər ki burada birdən səhv eləyərəm də. Burada belədirmi doğrudan? Deyiblər elədir. Mən nə edeyim ona? Bu da qardaş. Amma Elə demək hədisini qoymaqda, yəni bunu müzakirə eləməkdə Rafizlər ya kimsə səndən